Yeganə bitkidir ki, mən bu bitkinin faydaları haqqında danışmağa çətinlik çəkirəm. Məsələ bilib bilməməkdə deyil. Bir bitki ki, bütün xəstəlikləri demək olar kökənindən sağalda bilir. Bir bitki ki, bütövlükdə həzm sistemini aktivləşdirə bilir. Öd, mədə-altı vəz, qaraciyər hamısını aktivləşdirə bilir. Təmizləyə bilir, hərəkətə gətirə bilir. Yəni bu o deməkdir ki, bu bitki bir çox dərdlərə dərman ola bilir. Taraxacum officinalis. Buna İbn Sina da, Hipokrat da vurğu eləyib, modern tip herbalizm hamısı qəbul eləyib ki, xəstəliklər bağırsaq sistemindən başlayır və bağırsaq sistemindən də müalicə olunmalıdır. Heç bir xəstəlik üzdən müalicə olunmamalıdır. Əgər bir xəstəliyə üzdən müdaxilə olunursa, o müalicə deyil, sadəcə məsələni müvəqqəti yatsıdırmaqdır. Amma bu gördüyünüz bitki xəstəlikləri kökündən, həzm sistemindən sağaltmağı bacarır, qalıcı olaraq. Taraxacum officinalis, zəncir otu.